Bugün 25 aprel Azərbaycan səfirliyinin önündə etirazımızı bildiririk. Həmçinin qeyd etmək istəyirik ki, artıq səhər saatlarından başlayaraq media saytları bizim dinimiz haqqında dezinformasiya yaymağa başlayıblar və bizim dinimizi təriqət adlandıraraq aşağılamağa çalışırlar. Duz TV, Baku WS kimi saytlar və adını çəkmədiyim bir neçə sifariş götürən saytlar bizim haqqımızda saxta xəbərlər tirajlayaraq yalan məlumatlar paylaşırlar. Və bu videoda birazdan izləyəcəyiniz kadrlarda əslində məsələnin necə olduğunu siz görəcəksiniz ki, həmin aksiya cəmi 9 dəqiqə 30 saniyə çəkmişdir və orada heç bir polisə müqavimətdən, zorakılıqdan söhbət belə gedə bilməzdi. Və həmin kadrları sizin üçün təqdim edirik. Söndür telefonu. Söndür telefonu. Gördüyünüz kimi bu kadrlarda heç bir müqavimət yoxdur. Əksinə, polis əməkdaşları bizim icmamızın, bizim dinimizin üzvlərini zorakılıqla, qollarını buraraq, plakatlarını əlindən cıraraq və bizim dinimizi əslində təhqir edərək həmin qardaşlarımızı oradan polis bölmələrinə aparıblar. Və bugün Azərbaycan səfirliyinin önündə etirazımızı bildiririk. Qardaşlarımıza azadlıq tələb edirik.